Ağdərənin Həsənriz, Vəngli və Kolatağ, həmçinin Xocalının Daşbulaq və Badara kəndlərinə növbəti qayıdış prosesi baş tutub. Bu mərhələdə Həsənriz kəndinə 10 ailə olmaqla 54 nəfər, Vəngliyə 6 ailə olmaqla 14, Kolatağa 7 ailə olmaqla 31, Badaraya 15 ailə olmaqla 66, Daşbulağa isə 4 ailə olmaqla 11 nəfər qayıdıb. Vallahi hər bir qaşqına bugünü qismət eləsin. Allah dövlətimizin başçısını qorusun. Şəhidlərimiz Allah rəhmət eləsin. Qazilərimizi sağlasın ki, bugünü bizə yaşatdılar. Böyük qayıdışın bu dəfəki ünvanı Ağdərə rayonunun Kolatağ, Həsənriz və Vəngli kəndləri oldu. Bu mərhələdə Həsənriz kəndinə 10 ailə, 54 nəfər, Vəngli kəndinə 6 ailə, 14 nəfər, Kolatağ kəndinə 7 ailə, 31 nəfər qayıdıb. Biz də sevindik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, ordumuzu qorusun, dövlətimizi qorusun, qardaş. Hansı şəraitdə yaşayırdınız, köçkündür? Fermer şəraitində, qardaş, fermer şəraitində, ağır şəraitində. Bugün Ağdərəyə gedirik, 30 ildir bu həsrəti gözləyirdik. Mən bu günlərin prezidentimə dərin təşəkkürümü bildirirəm, Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Bu sevinci bizə, ailəmizə yaşatdı, ailəmiz adından. Hər kəsə təşəkkür edirəm, prezidentimiz də olmaq şərti ilə. Çox şükür. Vətənə qayıtmaq, doğma yerlərə qayıtmaq necə? Çox gözəl hissdir, çox gözəl. Bunları sözlə təsəvvür etmək olmaz, danışmaq olmaz. Çox həyəcanlıyam, amma yenə də çox şükür ki, bugünü gördük. Nəsib oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ailələr Tərtər rayonunun Bayraq meydanından yola salınıblar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində həmçinin Ağdamdan Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə də qayıdış baş tutub. Bu mərhələdə Daşbulaq kəndinə 4 ailə, 11 nəfər, Badara kəndinə isə 15 ailə, 66 nəfər köçürülüb. Xocalı sakinləri uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinç hissi ilə qarşılayıblar. Çox həyəcanlıyıq, həddindən artıq həyəcanlıyıq. Gözləyirdik bugün ki, gedək öz torpaqlarımıza, orada yaşayaq, orada inkişaf edək də belə. Bizim üçün həsrətin bitdiyi bir gündür. Öz dədə-baba torpaqlarımıza, yurt yuvalarımıza qaydırıq. Mən bunun üçün bütün şəhid analarının qarşısında baş əyirəm, valideynlərinin. Xüsusilə mənim dostum olmuş, komandirim olmuş Ağayev Həmdəm. Azərbaycan Milli Ordusunun ən döyüşkən, ən cəsarətli zabitlərindən biri olmuşdu. Həmən bizim həmişə söhbətlərimizdə belə olurdu ki, gün o gün olsun öz doğma ata-baba torpağımızda oturaq, o vətən yurdunda gəzək. Çox heyiflər olsun. Mənim üçün bir tərəfdən çox sevinclidir, bir tərəfdən də çox mən onsuz getdiyim üçün də kədərlənirəm. Qeyd edək ki, Ağdərə və Xocalı rayonlarına qayıdışı gerçəkləşən ailələr əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.